İlk növbədə admin panelində əsas parametrləri quraşdırdıqdan sonra kassa proqramının imkanlarını nəzərdən keçirəcəyik. Akulda məhsulun yaradılması. Sistemdə məhsul yaratmaqla başlayın. Məhsulun adını, təsvirini, qiymətini və digər vacib xüsusiyyətlərini daxil edin. Həmçinin tədarük edən şirkətə avtomatik sifariş göndərmək üçün minimal qalıq miqdarını təyin edə bilərsiniz. Məhsulları brendlərə görə qruplaşdırmaq mümkündür. Bu çox vaxt almayacaq. Dinamik qiymət sistemi. Müxtəlif qiymət növlərini yaradın və onları müəyyən müştərilərə və ya filiallara bağlayın. Bu yanaşma fərdi qaydalar və endirimlər təklif etməyə imkan verəcək. Kassa proqramı. Kassa proqramını yükləyin və quraşdırın. Proqram bütün məlumat bazasını, qiymət növlərini və loyallıq sistemini avtomatik sinxronlaşdırır. Proqram müxtəlif ödəniş üsullarını, nəqd, kart, kredit və ya bonuslarla qəbzlərin çapını, tərəzi ilə inteqrasiya və offline rejimdə işləməyi dəstəkləyir. Bonus sistemi müştəri loyallığını artıracaq. Bu, satış prosesini sürətli şəkildə aparmağa və səhvlərin qarşısını almağa kömək edəcək. Tez və dəqiq satışlar. Kassa proqramının və web səhifənin rahat interfeysindən istifadə edərək məhsulları satmağa başlayın. Sistem avtomatik olaraq qalıqları yeniləyəcək, hesabatlar yaradacaq. Eyni zamanda onlayn kassalarla inteqrasiya və ya digər əməliyyatlar yaratmaq mümkündür. Real-time hesabatlar. İstənilən məkan və cihazdan ətraflı hesabatları əldə edə bilərsiniz. Hesabatları müxtəlif formatlarda paylaşa bilərsiniz. Sistem satışlara və qalıqlara nəzarət etməyə, qrafiklər qurmağa imkan verir. Müxtəlif əməkdaşlar üçün hesabatlara giriş hüquqlarını məhdudlaşdıra bilərsiniz. Beləliklə, biznesinizi yeni səviyyəyə qaldırın. Pulsuz sınaqdan keçirməyə başlayın və satışları eləcə də qalıqları idarə etmək üçün güclü alətlərdən faydalanın.